Qiyamət gününün adı nədir? Yevmul həsrə. Qiyamət həsrət günüdür. Peşmançılıq günü. Sual verirəm sizə, niyə insan həsrət çəkir qiyamət günü? Cavab, pərdələr çəkilir, insan görür ki, çox asan iş imiş din, amma bunu görməyib. Yoxsa niyə həsrət çəksin ki? Görsə ki, çox çətin iş imiş din, haqq verərdi özünə, deyər, çətin idi, eləyənmədim də. Adam nə zaman peşman olur? Həsrət çəkir. İş çox asan olur, eləmədim. Düzdür? Qiyamətdə məlum olur ki, sən demə, din çox çətin imiş, insan həsrət çəkir. Nəyin həsrətin? Əksinə qiyamətdə hamı Allahla davaya çıxar ki, çətin idi, eləyənmədim, nə istəyirsən mən? Amma qiyamət günü hamı peşmandır. Bilirsiniz, niyə? Pərdələr çəkiləndə görəcək ki, nə qədər asan imiş və nə qədər artıq inkişaf eləyə bilərdim. Yaxşılar buna görə həsrət çəkir ki, bundan qat-qat yaxşı ola bilərdim. Çünki çox asan idi məsələ. Və pislər də ona görə peşman olur ki, yaxşı olmaq asan iş imiş. Qəlizləşdirmişəm, çətinləşdirmişəm.